Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün yeni imkanlar yaranır. Bunu İtaliyanın Azərbaycandakı səfiri Luca Di Gianfrancesco Dünyada İtalyan Dizayn Günü adlı tədbirdə jurnalistlərə açıqlamasında bildirdi. Səfirin sözlərinə görə iki ölkə arasında olan münasibətlər bütün səviyyələrdə möhkəmlənməyə davam edir. Adada 9-cu İtaliya Dizayn Günlərini qeyd etmək üçün toplaşmışıq. Milan Texniki Universiteti ilə birgə şəhərdən ərazilərə dayanıqlı inkişaf mövzusu üzrə konfrans təşkil etmişik. Konfransda yüksək səviyyəli qonaqlar iştirak edir. Təkcə Milan Texniki Universitetindən deyil, eyni zamanda özəl sektordan gələnlər var. Konfransın mövzusu bərabərsizlik obyektinə də sıx bağlı məsələdir və 24-cü Triennale di Milano beynəlxalq sərgisini də xarakterizə edir. İtaliya və Azərbaycan arasında əlaqələr çox güclüdür və bütün səviyyələrdə daha yaxşıya doğru gedir. Siyasi sferada mütəmadi olaraq yüksək səviyyəli görüşlərimiz olur. Təkcə ötən il Prezident İlham Əliyev Romaya səfər etdi. Prezident Mattarella və Baş nazir Meloni ilə görüşdü. Baş nazir Meloni özü COP29-da Bakıya gəlmişdi. Bütün bunlar əlaqələrin dərinləşdiyini göstərir. Bu, iqtisadi sferada da əlaqələri asanlaşdırmağa və genişləndirməyə imkan verir. Biz xüsusilə enerji sektorunda güclü şəkildə əməkdaşlıq edirik. Azərbaycan İtaliyanın neft və qazla təmin edən əsas ölkələrdən biridir. Qeyd edək ki, Ada Universitetində Dünyada İtalyan Dizaynı Günü adlı tədbirin 9-cu buraxılışı keçirildi. Bu ilki tədbir bərabərsizliklər, daha yaxşı bir həyat üçün dizayn mövzusuna həsr olundu. Tədbirdə çıxış edən Ada Universitetinin prorektoru Fariz İsmailzadə və Dizayn və Memarlıq Fakültəsinin dekanı Silvia Ferraris təhsil üzrə əməkdaşlığın ölkələrarası münasibətlərə təsirinə toxundular. Milan Politexnik Universitetinin Memarlıq və Dizayn departamentləri adından professor Daniela Seloni, professor Ponzini və professor Lombardini, Simetriko şəbəkəsinin prezidenti və kreativ direktoru Daniela Zambelli çıxış etdilər. Tədbirdə həmçinin Heydər Əliyev Mərkəzinin nümayəndəsi Rəna Məmmədova çıxış edərək Heydər Əliyev Fondunun layihələrindən bəhs etdi.